Salam əziz 5-cilər, bugün sizə 5-ci sinif Azərbaycan tarixindən qanı ilə tarix yazan qəhrəmanlar haqqında danışacağıq. 30-cu mövzudan. Keçək dərsin izahına. Murad Mirzəyev, Samid İmanov, Çingiz Mustafayev, Əlif Hacıyev bu şəxslər haqqında artıq əvvəlki dərslərdən məlumatınız var. Sizcə onları birləşdirən oxşarlıq nədir? Murad Mirzəyev, Samid İmanov Aprel döyüşlərində milli qəhrəman adını almış şəxslərdir. Çingiz Mustafayev Xocalı faciəsində kadrları canı bahasına olsun bütün dünyaya çatdıran insandır, jurnalistdir. Əlif Hacıyev yenə də Xocalı faciəsi zamanı milli qəhrəman adını almış şəxslərdən biridir. Bu şəxsləri birləşdirən oxşarlıq odur ki, onlar hamısı Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüş şəxslərdir. Hansı ki, bu ada hər adam layiq görülmür. Bu gün də biz xəyali yox, əsl qəhrəmanlardan danışacağıq. Onların super gücləri yox idi. Onlar da bizim kimi insan idilər. Amma onlar qorxusuz idilər. Onların ürəyindəki vətən eşqi onları qorxusuz edirdi. Bugün sualımız belədir. İgidlərimiz milli qəhrəmanlığa necə yüksəldilər? Yəqin ki, hər birimizin çox sevdiyi nağıl, futbol, şahmat və s. sahələrin qəhrəmanları var. Uşaqlıq illərindən biz bu qəhrəmanların vurğunu oluruq, özümüzü onlara bənzətmək istəyirik. Və biz böyüdükcə qəhrəmanlarımız da dəyişir. Qəhrəmanlıq haqqında fikirlərimiz də dəyişir. Bəs əsl qəhrəmanlar kimlərdir? Biz kimlərə qəhrəman deyə bilərik? Qəhrəmanlar müqəddəs amallar naminə öz həyatlarını təhlükəyə atan, canlarından keçən şəxsiyyətlərdir. Heç kim anadan qəhrəman doğulmur. Yalnız qəlbi, ürəyi, vətən, millət, bayraq eşqi ilə dolu olanlar bu zirvəyə ucala bilir. Tariximiz bu qəhrəmanlarla zəngindir. Azərbaycanın igid oğul və qızları canlarını vətənləri üçün fəda etməkdən heç vaxt çəkinməmişlər. Artıq bu dərsliyin əvvəlki paraqraflarında Azərbaycan oğullarının müxtəlif dövrlərdə göstərdiyi igidlik nümunələri ilə tanış olmusunuz. İndi isə Qarabağ müharibəsi qəhrəmanından söhbət açacağıq. Sonuncu şəkillər. Əslində, niyə bu başlığa belə bir ad verilib? Sonuncu şəkillər. Siz dərsi oxuyanda ya dərsi izləyəndə bunların mənasını özünüz dərk eləməlisiniz ki, burada əslində söhbət nədən gedir, bu dərsin içindəki əsas məna nədir? Dinləyək. Azərbaycan Qarabağ müharibələri dövründə 30 mindən artıq şəhid vermişdi. Ölkəmizin demək olar ki, hər yerində şəhid məzarlıqları var. Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanı Bakıdadır. Xalqımız şəhidlərimizin əziz xatirəsini unutmur, həmişə xatırlayır. Elə igidlərimiz də var ki, onların taleyi barədə dəqiq məlumatlar yoxdur, lakin onların göstərdiyi qəhrəmanlıqlar dillər əzbəridir. Onlardan biri də Natiq Qasımovdur. O, çoxları kimi Xocalı faciəsi haqqında televiziyadan xəbər tutmuşdu. Ürəyi düşmənə qisas hissi ilə dolan gənc, könüllü olaraq Azərbaycan ordusu sıralarına yazılır və cəbhəyə yola düşür. 1992-ci ilin martı. Ağdam Əsgəran istiqamətində qanlı döyüşlər gedirdi. Natiqin olduğu dəstə vacib yüksəkliyi düşməndən geri alaraq oradan möhkəmlənir. Düşmən nəyin bahasına olursa olsun, həmin yüksəkliyi ələ keçirtməyə çalışırdı. Dəstə üstün qüvvələrlə hücum edən düşmənin bir neçə hücumunu dəf etdi. Əlavə kömək isə ləngiyirdi. Bundan istifadə edən erməni silahlıları döyüşçülərimizi mühasirəyə aldı. Qədim Alban kilsəsində müqaviməti davam etdirən əskərlərimizin isə sırası get-gedə azalırdı, seyrəlirdi. Kilsəyə heç cür yaxınlaşa bilməyən ermənilər Xocalıda əsir götürdükləri sakinlərdən birini, Cəfər müəllimi, danışıqlar aparmaq üçün kilsəyə göndərdilər. Düşmənin şərti isə belə idi. Əgər kilsədəkilər təslim olmasalar, Xocalıda əsir götürülmüş bir qrup mülki şəxs öldürüləcəkdi. Atəş səsləri sustu. Xocalı sakini ehtiyatla kilsəyə yaxınlaşıb, məni Xocalıda əsir götürüblər, sizin yanınıza danışıqlara göndəriblər, atəş açmayın, deyə səsləndi. Kilsədən zəif bir səs gəldi. Gəl içəri.
İçəri daxil olan əsir gözlərinə inana bilmədi. Orada cəmi bir əsgər var idi. Yerə uzanan əsgərin ətrafına boş güllə gilizləri səpələnmişdi. Kilsədən bayıra açılan yerlərdə atıcı silahlar qoyulmuşdu. Sən demə, döyüş yoldaşları həlak olan Natiq son 5 günü ermənilərlə tək başına döyüşürmüş. Ermənilər isə kilsədə xeyli əskərə qarşı döyüşdüklərini fikirləşirdilər. Susuzluq və aclıq igid döyüşçümüzü əldən salsa da, düşmənə təslim olmaq fikri yox idi. Onun cəmi 2 gülləsi qalmışdı. Cəfər müəllim, nə eləyəcəksən o gülləni, deyə soruşdu. Natiq cavabında son gülləni özünə saxlamışam, dedi. Özümə. Baxın, Natiqin olduğu həmin Alban kilsəsinin mühasirəyə alınma şəklidir. Hətta bu hadisə kinoda çəkilib. Onu tapşırıq kimi sizə verəcəm ki, evdə mütləq baxın. Yəni, düşünürsünüz, ermənilər bu 5 gün ərzində elə biliblər ki, böyük bir bölüklə savaşırlar, amma cəmi bir nəfərlə vuruşublar. Natiq Qasımovla. Cəfər müəllim ürək ağrısı ilə, abala, o biri gülləni də mənə vur, ikimiz də ölək deyib hönkürdü. Biraz özünə gələndən sonra ermənilərin şərtini açıqladı. Mənə dedilər ki, kilsədəkilər təslim olmasa 22 nəfər Xocalı sakinini öldürəcəklər. Əsirlər öləcək. Biraz fikirləşən Natiq son gülləsini havaya atdı. Kilsənin üzərinə sancdığı Azərbaycan bayrağını oradan çıxartdı. Özü ilə götürüb Xocalı sakini ilə birlikdə kilsədən çıxdı. O bilirdi ki, onu hansı aqibət gözləyir. Lakin vətən qarşısında hərbiçi kimi son borcunu verirdi. Tək ki, dinc Azərbaycanlılara toxunmasın. Düşmən heyrət içində idi. Neçə gün ərzində cəmi bir əskərlə döyüşdükləri və onlara gələ bilmədiklərini heç cür qəbul edə bilmirdilər. Qəzəbləri coşub daşsa da, yanlarında Rus və İtalyan jurnalistlər olduğundan Natiqlə dərhal sərt davranmadılar. Onu sorğu-sual adı ilə özləri ilə apardılar. Rus jurnalist Natiqin təslim olduğu anı, İtalyalı jurnalist isə sorğu-sual edildiyi anı kadra köçürdə bilmişdilər. Bu onun sonuncu şəkilləri idi. O gündən sonra Natiqdən heç bir xəbər alına bilmədi. Baxaq o şəkillərə. Baxın, bir əsir götürüldüyü anın şəkli çəkilib, bir də sorğu-sual edildiyi anın. Onun taliyi ilə bağlı məlumat, izlər olmadığına görə ona Milli Qəhrəman adı bir müddət sonra, 2024-cü ilin iyun ayında verildi. Əsirlikdən azad edilmiş Cəfər müəllimin dedikləri. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Natiq bir əlində avtomat, o bir əlində isə bayrağı göyə qaldırdı. Ermənilərə tərəf bağırıb onları yanına çağırdı. Onlar hələ də gəlməyə qorxurdular. Mən özümü onlara göstərib işarə edəndə tökülüşüb gəldilər. Onun üst başını axtardılar. Tək olduğuna inanmadılar. Məbədin içərisini atəşə tutdular. Heç kimin olmadığını görəndə daha da qəzəbləndilər. Orada 2 xarici jurnalist də var idi. Fotokameraları axşamın toranında gözləri düşmənə nifrətlə zillənmiş, əlində isə bayraq olan Natiqə tərəf yönləndi. Hətta bir müddət həmin o ermənilər çalışdılar ki, bu xəbəri gizlətsinlər. Çünki bu onlar üçün rüsvayçılıq idi ki, cəmi bir nəfərlə döyüşüb çıxılmaz vəziyyətdə qalıblar. Bir dəfə də kitabınızda həmin o kadrlara baxarsınız. Hətta buna görə bayrağı əlindən buraxmadığına görə Natiqə bəzən bayraqdar Natiq də deyirlər. İndi isə keçək digər qəhrəmanımız haqqında danışaq, Mübariz İbrahimovdan. Mübariz 2010-cu ilin yayı atəşkəs dövrü idi. Ön xətt, düşmənlə üzbəüz ərazi. Burada xidmət edən Azərbaycan kəşfiyyatçısı gecə saatlarında təxminən 1 kilometrlik minalanmış sahəni keçir. Tək başına erməni postundakı əskərləri zərərsizləşdirir. Daha sonra isə düşmənin dərinlikdə yerləşən əskər kazarmasına hücum edir və qeyri-bərabər döyüş başlayır. Düşmənə qarşı onların öz silahlarından istifadə edən igid kəşfiyyatçı
xeyli erməni əskərini məhv edir. 5 saatlıq döyüşdən sonra özü də həlak olur. Baş verən bu hadisə böyük əks-səda yaratmışdı. Azərbaycan ordusunun hərbiçisi düşmənin möhkəmliyi ilə öyündüyü müdafiə xəttini tək başına yarmışdı. Məğlub edilməz ordunun onlarla əskərini məhv etmişdi. Bəs bu qəhrəman kim idi? Artıq onun adı və soyadı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunmuşdu. Mübariz İbrahimov. Hətta 2010-cu ildə biz yuxudan oyananda eşitdik ki, belə bir hadisə baş verib. Hamı təəccübdə idi ki, necə olur ki, bir əskər gedir, düşmənin yüzlərlə əskərini məhv eləyir. Bəli, o Mübariz İbrahimov idi. Şəhid olduqdan sonra Mübarizin əşyaları içərisində ata-anasına yazdığı məktub tapıldı. Qəhrəmanımız yazırdı: Əziz atam və anam, məndən ötürü darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Mən bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. 2010-cu il. Daha sonra isə 2016-cı il aprel döyüşləri və 2020-ci il 2-ci Qarabağ müharibəsi. Mübariz o qəhrəmanlardan idi ki, Azərbaycanın belə deyək də müharibənin tez başlamağını istəyirdi. Torpaqlarımızın tez azad olunmağını istəyirdi və 2010-cu ildə o düşmən postunu keçərək tək başına yüzlərlə ermənini məhv etdi. Zəifliyi ilə barışa bilməyən düşmən Mübarizin nəşini qaytarmaq istəmirdi. Bu isə müharibə qanunlarına zidd addım idi. Azərbaycanın və beynəlxalq qurumların israrlı tələblərindən sonra qəhrəman hərbiçimizin cəsədi ermənilərdən alındı. Hətta Ermənistanda bu hadisə 3 günlük matəmlə qeyd olunmuşdu. Təsəvvür edirsiniz, bir şəxs Ermənistanda 3 gün matəmə səbəb olmuşdu. Mübariz İbrahimov böyük ehtiramla fəxri xiyabanda dəfn olundu. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona Azərbaycanın milli qəhrəmanı adı verildi. Hazırda doğulduğu doğma Biləsuvar rayonunda məktəblərdən biri onun adını daşıyır. Mübariz İbrahimovun adı təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə dillər əzbəridir. Hətta qardaş Türkiyə Cümhuriyyətində çəkilən bir çox filmlərdə onun adı qeyd olunur, qəhrəmanlıq rəmzi kimi ehtiramla yad olunur. Belə filmlərdən biri də Savaşçı filmidir. Yəqin ki, orada onunla bağlı kadrlara baxmısınız. Mübariz İbrahimov haqqında hətta qeyd olunur ki, Rusiyanın prezidenti Vladimir Putin bu sözləri demişdi. Mübariz İbrahimov müasir dövrün Rembosu deyil. Remboda biz uşaqlıqdan qəhrəmanlıqla bağlı çəkilən kinoların qəhrəmanıdır Rembo. İndiki uşaqlar bilməz. O deyirdi ki, Mübariz İbrahimov, mən elə düşünürdüm ki, Rembo ancaq kinolarda olan bir qəhrəmandır, amma Mübariz İbrahimov real qəhrəmandır. O tək başına bütöv bir ordunu qorxu içində saxlayıb. Təsəvvür eləyin, Azərbaycanın onun kimi bir neçə yüz qəhrəmanı olsa, onlar istənilən dövləti diz çöktürə bilərlər. Demək, burada maraqlı məqamlardan biri də nədir? Mübariz İbrahimov ermənilərin silahlarını elə özlərinə qarşı istifadə edib, 5 saat tək başına döyüşüb. Necə ki, Natiq Qasımov 5 gün ermənilərlə tək başına vuruşmuşdu. Hətta ermənilər elə bilib ki, böyük bir ordu gəlir, onlara hücum eləyir, əlavə kömək çağırmışdılar çünki. Hətta ermənilər onun nəşindən də qorxurdular. Hətta əllərini, ayaqlarını bağlamışdılar. Bu kadrlar artıq internetdən silinib və onun nəşini də 141 gün sonra qaytardılar. O da 2-ci Fəxri Xiyabanda dəfn olundu. Burada tapşırıqlardır, dərs zamanı lazım olanlardır. Belə bir sualım var sizə. Natiq Qasımovun əsir düşdüyü anın şəkillərinə diqqətlə baxın. Onun üz ifadəsində, duruşunda və əlində tutduğu bayraqda hansı hissləri görürsünüz? Əgər siz Natiq Qasımov olsaydınız, sonuncu sözünüz nə olardı? Natiq Qasımovun kilsədən çıxmağına razı olmasının əsas səbəbi nə idi?
22 Xocalı əsirini xilas etmək. Onun çıxarkən əlində nə var idi? Azərbaycan bayrağı. Natiq Qasımovun qəhrəmanlığı haqqında hansı ölkənin jurnalistləri lentə almışlar kadrları? Rus və İtalyanlar. Natiq Qasımova Azərbaycanın milli qəhrəmanı adı nə vaxt verildi? 2024-cü ildə. Mübariz İbrahimov 2010-cu ildə düşməz postuna keçmək üçün hansı maneəni tək başına aşmışdı? O, təxmini 1 kilometrlik minalanmış sahəni özü tək başına keçmişdi. Biz burada nə gördük? Natiq Qasımov və Mübariz İbrahimov haqqında oxşarlıqlar. Hər ikisi Azərbaycanın milli qəhrəmanıdır. Natiq Qasımov bunu 1-ci Qarabağ müharibəsi zamanı igidliyi göstərmişdi, amma ad ona 2024-cü ildə verilib. Mübariz İbrahimov isə 2010-cu ildə şəhid olub, elə həmin ildə də milli qəhrəman adını alıb. Hər ikisi qorxmaz idi, hər ikisi cəsur idi, hər ikisi erməniləri heyrətə salmışdı. Tək başına böyük bir bölüklə vuruşmuşdular və hər ikisi sübut etdi ki, Azərbaycanın vətəni uğrunda vuruşan milli qəhrəmanları və eyni zamanda digər qəhrəmanlıq üçün öz sahələrində vuruşan insanlar var. Elə biz burada nəyi xatırlaya bilərik? Təyyarə qəzasında qəhrəmanlıq göstərərək, yəqin ki, o haqda da məlumatınız var. Hökümə Əliyeva'nı xatırlaya bilərik biz burada. O da Azərbaycanın milli qəhrəmanıdır. Yəni, belə şəxslərimiz həmişə olsun ki, vətənimiz də yaşasın. Ümid edirəm, dərs sizin üçün yararlı oldu. Əgər yararlı oldusa, bəyənməyi unutmayın. Növbəti izahlarda görüşənədək.